Hər kəsə salam. Əgər siz də proqramçısınızsa və lokal kompüterinizdə yazdığınız bir layihəni kimlərsə dərhal paylaşmağın yollarını axtarırsınızsa, deməli düz ünvandasınız. Bugün bizə bunu cəmi 30 saniyəyə etməyə imkan verən möhtəşəm bir alətdən danışacağıq, Instatunnel'dan. Yəqin ki, hər bir proqramçının o an olur. Öz kompüterinizdə, yəni localhostda mükəmməl işləyən bir tətbiq hazırlamısınız. Amma gəlin görün ki, onu komanda yoldaşınıza, müştəriyə ya da heç olmasa test üçün öz telefonunuza göndərmək istəyəndə əsl baş ağrısı başlayır. Tanış gəldi elə deyilmi? Sizin tətbiq super işləyir, amma təəssüf ki, yalnız sizin üçün. Onu kiməsə göstərmək üçün ya mürəkkəb ayarlar etməlisən, ya server qurmalısan, ya da kodu harasa yükləməlisən. Bu da həqiqətən adamı bezdirir. Halbuki məqsəd çox sadədir axı. Ya tez bir zamanda realma istəyirsiniz, ya da hansısa xarici servisi, məsələn bir webhooku test etmək. Belə kiçik bir iş üçün niyə saatlarla vaxt itirək ki? Bu, bütün prosesin ləngidir. Və bax, tam bu məqamda hekayəmizin qəhrəmanı səhnəyə çıxır. Instatunnel. O, məhz bu problemi kökündən həll etmək üçün yaradılıb. Sizin lokal hostu interneti açan, təhlükəsiz, çox sürətli və etibarlı bir tunel yaradır. Onu da deyim ki, Instatunnel sadəcə növbəti bir alət deyil. Yox, o bazardakı məşhur rəqibi Ngrok'dan tam 50% daha sərfəli olan peşəkar bir həldir. Yəni yarı-yarıya. Bu həqiqətən böyük fərqdir. Amma ən yaxşı tərəfi nədir bilirsiniz? Heç bir mürəkkəb quraşdırmaya, heç bir konfigurasiyaya ehtiyac yoxdur. Saniyələr içində işə başlaya bilirsiniz. Vaxtı dəyərli olan hər bir proqramçı üçün bu əsl tapıntıdır. Yaxşı, gəlin indi bu prosesin əslində nə qədər asan olduğunu öz gözlərimizlə görək. Addım-addım göstərəcəm ki, yerli tətbiqinizi necə bütün dünyaya aça bilərsiniz. Proses baxın həqiqətən də bu qədər sadədir. Cəmi 3 addım. Tətbiqi işə salırsınız, Instatunnel'la tunel yaradırsınız və vəssalam, canlı yoxlayırsınız. Gəlin elə birinci addımdan başlayaq. Deməli, ilk olaraq əmin olmalısınız ki, paylaşmaq istədiyiniz tətbiq sizin kompüterdə işləyir. Məsəl üçün, belə sadə bir Python komandası ilə 3000-ci portda bir web serveri dərhal işə sala bilərsiniz. Və budur o sihirli an. Terminalı açıb sadəcə Instatunnel və tətbiqinizin işlədiyi port nömrəsini, yəni 3000-i yazırsınız. Bax, bu komanda sizin localhostla internet arasında təhlükəsiz bir körpü yaradır. Enter düyməsini basan kimi qarşınıza bu çıxır. Vəssalam! Instatunnel sizin üçün tamamilə unikal ictimai bir URL, yəni link yaratdı. Bu link artıq birbaşa sizin lokal kompüterinizdəki tətbiqə bağlanıb. Təbriklər! Artıq o linki istənilən brauzerdə aça, dünyanın o bir ucundakı həmkarınıza göndərə bilərsiniz. Sizin lokal tətbiqinizə artıq hamı daxil ola bilər. Gördünüz, bu qədər asandır. Yaxşı, amma Instatunnel təkcə bu bir komandadan ibarət deyil əlbəttə. Gəlin indi biraz da dərinə gedək, görək daha mürəkkəb hallarda bizə necə kömək edə bilər və ya hər hansı problem çıxsa nə etməliyik. Təbii ki, bəzən hər şey planlaşdırdığımız kimi getməyə bilər. Amma heç narahat olmağa dəyməz, Instatunnel'ın sənədlərində ən çox rast gəlinən problemlər üçün çox aydın həll yolları var. Məsələn, tutaq ki, API açarınız yadda saxlanmır. Problem deyil, sadəcə göstərilən komandanı daxil edirsiniz və həll olunur. Və ya webhooklarla işləyəndə 401 xətası alırsınız, yəni xarici servis sizin sorğunuzu təsdiqləmir. Bunun üçün də xüsusi təlimatlar var. Yəni hər şey düşünülüb. Və bu hələ hamısı deyil. Daha peşəkar işlər üçün, məsələn, özünüzə məxsus, yadda qalan bir subdomain yaratmaq və ya daha mürəkkəb webhookları test etmək kimi qabaqcıl funksiyaları da var. Yaxşı, bütün bunları gördükdən sonra gəlin əsas suala cavab verək. Niyə bazardakı digər alətlər yox, məhz Instatunnel'i seçməlisiniz? Cavab bax bu üç meyarda gizlənib. Birincisi, dəyər, bayaq dediyimiz kimi 50% daha sərfəlidir. İkincisi, etibarlılıq. 99.9% işləmə müddəti var, yəni demək olar heç vaxt kəsilmir. Və üçüncüsü, təhlükəsizlik. Güclü nəzarət mexanizmləri ilə təmin olunub. Bunlar istənilən peşəkar layihə üçün ən vacib amillərdir. Və bu rəqəmə bir də baxın, həqiqətən təsirlidir. 99.9% işləmə müddəti. Bu o deməkdir ki, siz peşəkar işlərinizdə ona tam güvənə bilərsiniz. İşinizin ortasında tuneliniz kəsilməyəcək, sizi yarı yolda qoymayacaq. Belə, məncə artıq hər şey aydındır. İndi ilk tunelinizi yaratmağa hazırsınız, elə isə gəlin başlayaq. Bax, bu son slaydda başlamaq üçün sizə lazım olan hər şey var. Bu tək sətirlik komanda həm sizi sistemə daxil edəcək, həm də DocsDemo adlı xüsusi bir subdomenlə 3000-ci portunuz üçün tunel yaradacaq. Sadəcə kopyalayın, terminalınıza yapışdırın və lokal işinizi dünya ilə paylaşmağın həzzini çıxarın.